Qurban Qurbanov Liverpool Qarabağ oyunu qabağı rəqibin heyətində ən əsas futbolçuların adını çəkib. Virch, Salah, Van Dijk. Virch həmin futbolçudur ki, bir neçə il bundan qabaq Bayern heyətində Qarabağa çox vacib qollar vurmuşdu. Qurbanov həmçində qeyd edib ki, bu stadionda oynamaq çox vacibdir və komanda uduzsa belə bu böyük təcrübədir və öz futbolçularından meydana çıxıb maksimum bacarıqlarını göstərməyini gözləyir. Rəqibin baş məşqçisi Arne Slot isə Qarabağın Chelsea ilə 2-2 oynamasını qeyd edib. Qarabağın heyətində çox güclü, sürətli futbolçuların olmasını əlavə edib və onun fikrincə Qarabağ çox asanlıqla məğlub ediləcək bir rəqib deyil. İnşallah bu gecə hamımız oturacağıq televizorun qabağında və Liverpooldan canlı reportaja baxacağıq və hamımız birlikdə bu gün ancaq Qarabağa azarkeşlik edəcəyik və ümid edəcəyik ki, Liverpool ola bilər güclü komandadır və çox güman ki, ola bilər qalib gəlsin. Ancaq Qarabağın çox yüksək şansları var ki, Çempionlar Liqasının play-off mərhələsinə çıxsın. Belə də olacaq, inanırıq buna. Komandamıza uğurlar.